Bismillahirrahmanirrahim. Əziz həmvətənlərim, hamımızın tanıdığı, hörmət bəslədiyimiz Azərbaycanın xalq artisti Rasim Balayev dünyasını dəyişib. Allah ona rəhmət eləsin, ailəsinə də səbir versin. Rasim müəllim böyük sənətkar olmaqla yanaşı, həm də çox gözəl insan idi. Bunu mən onu şəxsən tanıdığıma görə deyirəm. Mən təxminən 15 il bundan əvvəl onunla tanış oldum. İndiyə qədər də mütəmadi olaraq onunla əlaqə saxlayırdım. Allah ona rəhmət eləsin. Onunla məni Azərbaycanın xalq artisti Əbdülmahmud bəyli tanış edib. Allah ona uzun ömür, can sağlığı nəsib eləsin. Onunla da mən həcc ziyarətində tanış olmuşam. O vaxt mən onunla Quran-ı Kərimin səsləndirilməsini məsləhətləşərkən dedi ki, Rasim müəllim bu böyük və məsuliyyətli işin öhdəsindən gələ bilər. Gedək onun yanına. Beləliklə biz hər gün 2-3 saat çalışmaqla 2 aya yaxın vaxt ərzində bu böyük layihəni bitirdik. Mən əlhəmdülillah ki, Rasim müəllimin bu Quranın tərcüməsini başdan axıra dək oxumasını canlı olaraq dinləmişəm. Hər gün üzbəyiz onunla oturub, onun oxumağını dinləyirdim və bundan həzz alırdım. Başqa bir hissiyat var idi onda, bu Quranı oxuyarkən. Heç yadımdan çıxmaz. Bir gün mənə dedi ki, qardaş, mən neçə kinoya çəkilmişəm və bu kinolara çəkilərkən uşaq kimi sevinirdim. Lakin bu müqəddəs kitabı oxuduqda məndə başqa hissiyatlar uyanır. Elə bilirəm ki, hər gün mənim üçün bayramdır. Həqiqətən gözəl insan idi. Bu işdə bizə bir nəfər də kömək edirdi, Rasim müəllimin kollegası. O da tanınmış insandır. Azərbaycanın əməkdar mədəniyyət işçisi, səs rejissoru və operatoru Əsəd Əsədov. Əsəd müəllim də dünyasını dəyişib 2023-cü ildə. Allah ona da rəhmət eləsin. O da gözəl insan idi. Bu böyük layihəni biz bitirdik. Onu bitirdikdən sonra 10 minlərlə nüsxə hazırlayıb özü də gözəl şəkildə xalqımıza hədiyyə etmişik. Baxın, o nüsxəni sizə göstərirəm. Bu iki diskdə Fatihə surəsindən ta Ən-Nəs surəsinə qədər Rasim Balayev, Allah ona rəhmət eləsin, gözəl səsi ilə bizə onu təqdim edir. Baxın, səsləndirən Rasim Balayev, məsləhətçi Əbdülmahmud bəyli və səs operatoru Əsəd Əsədov. Rasim müəllim bu layihəni bitirdikdən sonra bir gün oturub bərabər çay içərkən dedi ki, ümid edirəm ki, sonraki nəsillər hər dəfə bunu dinlədikdə bizə rəhmət oxuyacaq, bizi yada salacaq xoş xatirələrlə. Mən də həmçinin ümid edirəm ki, sonraki nəsillər bizim bu əməyimizə layiqincə dəyər verəcək, bizə rəhmət oxuyacaq. Və hamımızın adından Allaha dua edirəm. İbrahim Aleyhisselamın bizə öyrətdiyi kimi, İbrahim Aleyhisselamın dua etdiyi kimi bu dua Quran-ı Kərimdə zikr edilir. Rabbi həb lənə hukmən və əlhiqnə bis salihin
واجعل لنا لسان صدق في الآخرين واجعalna min varathati cennetin naim. Ey Rabbimiz, bizə hikmət, elm bəxş et və bizi əməli salih qullarına qovuşdur. Sonra gələn nəsillər həmişə bizi xoş xatirələrlə yad etsin deyə bizə gözəl ad qismət elə və bizi nəim cənnətinin varislərindən et. Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və atubu ileyk.